Salam değerli izleyicilerimiz, hoş gördük. Her birinizin her vaxtınız xeyir olsun. Değerli izleyicilerimiz, Qazi Malik kardeşimizin ayağının əməliyyatı üçün 5000 manat pul lazımdır ki, ayağının biri əməliyyat olub, ikinci ayağı da əməliyyat olsun. 8 santı gödəlməlidir uzun ayağı. Onun üçün yardım yığılır. Bu videomuza baxan hər bir kəsdən xahiş edirəm. Dildə deməyək ki, qazilərə canımız da qurbandır. Qazilərə böyük hörmətimiz var. Böyük hörməti olan insanlar 1 manat da olsa köməklik eləsin. Qardaşımızın ayağının əməliyyatı tamamlansın pulu. Və bu günlərim Gürcüstandan Murad qardaşıma təşəkkür edirəm. Allah min əvəzin versin. 100 manat pul göndəribdir sənin üçün qardaş. Allah cibin dolu eləsin. Və Cəfərova Hədiyə bacımıza təşəkkür edirəm. 100 rubl göndərib. Allah min əvəzini versin. Allah ruzqin bol eləsin. Və hər bir kəsdən xahiş edirəm, videomuza baxıb yan keçməyin. Yəni bu yataqda uzanan Qarabağda can qoyan Qazi Malik qardaşımızdır. Gəlin Qazi qardaşımızın ayağının əməliyyatına kimin gücü nəyə çatdırırsa xahiş edirəm, köməklik eləsin Allaha xatir.